Bağışlayın, indi bu atışmanın səbəbi nədir və ümumiyyətlə bu gedən snaryadlar hara gedir? Deməli, bu atışmanın səbəbi 4 gün ərzindədir ki, erməni bayvikləri varujonnun putyom, yəni 5 dənə hərbi zirehli BTR-lərlə bizim postlara hücum eləmiş. Bunun nəticəsində 4 nəfər milis işçisi həlak olmuş və silahları ələ keçirmişlər. Ayın 16-sı Laçın şəhəri. Beləliklə biz sizinlə cəbhədəyik. Gündə bir dənə silah tutulmalıdır, gündə bir dənə sayın atılır.